Salam, xoş gördük sizi, hörmətli tamaşaçılar. Siz çox özəl bir gün yaşayırsınız, çünki Azərbaycanda ilk dijital qadın festin tamaşaçısısınız. Biz isə iştirakçılarıyıq. Dijital festival, qadın festivalı nə olacaq? Bu çox özəl bir tədbirdir. Burada qadınlarla bağlı demək olar ki, hər şeydən danışacağıq. Bəlkə də bugünə qədər danışılmayan çox məqama da aydınlıq gətirəcəyik. Çox əyləncəli və maraqlı 3 gün keçirdəcəyik sizlə bir yerdə. 3 gün isə təbii ki, biz tək deyilik. Bizim üçün əziz, dəyərli və qadınların çox yaxşı tanıdığı tərəfdaşları və sponsorlarımız var. İstəyirəm ki, onları da sizə bir-bir təqdim edim. Xoş əhval tərəfdaşımız Berqa çayıdır. Berqa çayını artıq nəinki Azərbaycanda, dünyada da belə tanıyırlar. Təbii ki, praktik ləzzətlər tərəfdaşımız möcüzə yağlarıdır. Möcüzə yağları da elə eyni təriflə layiq bir brenddir və motivasiya tərəfdaşımız Always-dir. Məncə başqa cür ola da bilməzdi. Və bizim çox sevdiyimiz Banakva suları da bugün bizimlədir. Helsin Hospital'da bizi bu gözəl və möhtəşəm tədbirdə tək qoymayıb. Rəqəmsal tərəfdaşımız sizcə? Bəli, düz dediniz. Azərsel 3 gün boyunca bizimlə bir yerdə olacaq və çox şadıq ki, o bizə inanıb, biz isə onu daima tanıyırıq və güvənirik. Bundan başqa demək istəyirəm ki, biz 3 gün üst-üstə sizinlə çox maraqlı hədiyyələrin paylanılmasında da iştirak edə biləcəksiniz. Çünki hədiyyələrimiz olacaq. Hədiyyələri necə əldə edə bilərsiniz? Bizi izləyin, bunu biləcəksiniz. Və istəyərdim ki, 3 günlük bu tarixi dijital qadın festin ilk qonağını sizə təqdim edeyim. Mənim çox sevdiyim bir insandır və həmişə möhtəşəm layihələr olanda Əminə xanım mütləq orada olmalıdır. Əminə xanım, xoş gəlmişsiniz. İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova və Əminə xanım bugün bizə çox qədim Azərbaycan sənət nümunəsi olan qurama haqqında danışacaq. Mənim özümə də maraqlıdır. Əminə xanım, buyurun, söz sizindir. Çox sağ olun, əziz Günay xanım. Mən də icazənizlə bütün bizi izləyən tamaşaçılarımızı, izləyicilərimizi salamlamaq istəyirəm və bu festivalın, bu gözəl tədbirin təşkilatçılarına, sponsorlarına da öz adımla da minnətdarlığımı bildirmək istəyirəm. Bu festivalda iştirak elədiyim üçün təşəkkürümü bildirmək istəyirəm dəvətə görə və bugün mən bizi izləyən hörmətli bizim izləyicilərimizə mənə elə gəlir ki, çox maraqlı, çox qədim Azərbaycan ənənəvi incəsənət növündən danışmaq istəyərdim. Bu da ki, Azərbaycan quramasıdır. Ümumiyyətlə, bir layihədən bəhs etmək istəyərdim. İçərişəhər Muzey Mərkəzində tərkibində fəaliyyət göstərən Qala Dövlət Etnografiya Qoruğunda bu yaxınlarda bir neçə ay bundan əvvəl 2020-ci ilin dekabr ayında yeni bir məkan açılıb, o da qurama mərkəzidir. Əlbəttə ki, biz hamımız bilirik ümumiyyətlə qurama nədir, nənələrimizdən bizə qalan, ulu nənələrimizdən bizə qalan, adətən Bakı kəndlərində hansısa bir evdə qonaq olanda, hətta indiyə qədər biz evdə qurama görə bilərdik. İcazənizlə mən prezentasiyana da başlamaq istəyərdim. Xahiş edirəm ki, prezentasiyanı zəhmət olmasa ekrana. Ümumiyyətlə, mən bir qısa məlumat vermək istəyərdim. İçərişəhər Muzey Mərkəzi nədir? Çünki çox tez-tez bizə suallar gəlir ki, sizin muzey harada yerləşir? İçərişəhər Muzey Mərkəzi Muzeylər Birləşməsidir. 2018-ci ildə yeni bir qurum yaradıldı. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun nəzdində və bu quruma Respublikamızın bir neçə aparıcı muzeylərindən olan 12-ci, 15-ci əsrlərdə inşa edilmiş qədim Şirvanşahlar Sarayı, əlbəttə ki, Bakımızın əvəz olunmaz simvolu olan Qız Qalası, Bakı Fotoqrafiya evi və bir neçə ekspozisiya daxildir və Qala kəndində yerləşən Qala Dövlət Etnografiya Qoruğu. Yəqin ki, bizim hörmətli izləyicilərimiz Qalada olublar. Qala ümumiyyətlə digər kəndlərdən öz qədimliyi ilə seçilir və nədənsə bu etnografik bir muzeydir. Artıq 35 ildən çox
çoxdur ki, qala dövlət tərəfindən qoruq statusuna malikdir. Və orada yəni kim olub bilir, kim olmayıb mütləq mən tövsiyə eləyirəm ki, qalaya gəlsinlər. Hal-hazırda may ayıdır. Ola bilər Günay xanım, yəni kimsə olmasa da mütləq buyursunlar. İndi may ayıdır. Siz də bilirsiniz ki, Abşeron da ən gözəl fəsildir. Yəni çox gözəl hava var orada. Və yeni bir məkan, yəni orada olanlar bilir ki, Qala Dövlət Etnoqrafiya Qoruğunda interaktivlər var. Yəni orada bizim halçaçılıq, hansısa bir bizim milli adət-ənənəyə uyğun yemək bişirmək və s. Dulusçuluq və digər yəni interaktivlər mövcuddur və hal-hazırda yeni bir interaktiv ora əlavə edildi. Artıq hər kəs öz quramasını hətta qura bilər qurama orada. Ümumiyyətlə, qurama sənəti Azərbaycanda 300 ildən çoxdur ki, mövcuddur. Qurama nədir? Yəni, balaca, biz bilirik ki, balaca parçalardan düzəldilmiş, gözəl, yəni bütün rəng çalarları ilə seçilən füsunkar əşyalardır. Burada biz Qala kəndində artıq düzəldilmiş qurama balışlarına baxa bilərdik. Və baxacağıq. Next. Və dediyim kimi layihə haqqında danışırdım. Dediyim kimi 2020-ci ilin dekabr ayında yeni bir layihəyə start verdik. Ümumiyyətlə qurama sənətinin bərpasına. Bu layihədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi və İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə həyata keçirilən bir layihədir. Deməli, Qala kəndində yaşayan 6 qalalı xanım bu layihədə iştirak eləyirlər. Bir tərəfdən onlar işlə təmin olundular. Biz onları yığdıq. Yəni, Dövlət Məşğulluq Agentliyindən onlara müəyyən abadanlıq verildi, yəni tikiş cexi qurduq biz. Biz tərəfdən muzeydə biz onlara bir gözəl bir məkan yaratdıq ki, artıq o qurama mərkəzi adlanır və əlbəttə ki, mənim üçün bir sənətşünas kimi və mən əminəm ki, yəni hər bir bizi izləyən tamaşaçı üçün çox sevindirici haldır ki, artıq bu qurama sənəti yenə də yaşayır. Ümumiyyətlə, quramanın tarixinə biz biraz nəzər yetirsək, bilirsiniz necə? Ümumiyyətlə, bütün ənənəvi incəsənət növləri kimi bu hansısa bir xalqın həyat tərzindən çox asılıdır. Biz bilirik ki, 19-cu əsrlərdə, 18-ci əsrin sonlarında adətən Bakıda, Bakının ətrafında yaşayan ailələr, yəni xanımlar o qədər də evdən, yəni küçəyə çıxmırdılar. Onlar evdə öz vaxtlarını keçirirdilər və siz təsəvvür edin ki, bir evdə adətən bir neçə xanım var idi, müxtəlif yəni nəsildən xanımlar, o evin yəni ağbirçəyi mütləq nənə olardı, yəni onun qızları, gəlinləri, nəvələri və s. Və onları asudə vaxtlarını əlbəttə ki, neylənsə doldurmaq lazım idi və məhz elə buradan bizim digər ənənəvi yəni sənət lövləri də buradan bu insanların həyat tərzindən əlbəttə ki, götürülür və qurama da ki, yəni çox beynin yəni ümumiyyətlə zəkanın, ümumiyyətlə gözün konsentrasiyasını tələb eləyir və ümumiyyətlə müəyyən bir hövsələ lazımdır ki, qurama baxın. Yəni bu Azərbaycan quramasıdır. Mən istəyərdim ki, siz ekrana baxarsınız. Yəni düzdür, qurama demək olar ki, bütün türk xalqlarına məxsusdur. Biz bilirik ki, bütün dünyada patchwork növü var. Yəni burada biz daha müasir quramanı görə bilirik. Amma qurama, Azərbaycan quraması bir qədər fərqlənir. Dediyim kimi, dekabr ayında bu qurama mərkəzinin açılışında, yəni İçərişəhər Dövlət... Bəli, bu təqdimatdandır. Siz, yəni, burada İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun rəhbəri Əsgər müəllimi biz gördük. Mustafa müəllim, deməli, Dövlət Məşğulluq Agentliyinin sədri. Burada biz qalalı o xanımları görürük.
Biz onları yığdıq bir araya və antik əşyalar ekspozisiyasının birinci mərtəbəsində biz qurama mərkəzini artıq açdıq. Yəni çox inanın ki, böyük bir rezonans yarandı Qala kəndində və nəinki Qala kəndində, hətta sosial şəbəkələrdə biz məlumat verəndə ki, artıq qurama mərkəzi açıqdır. Mənə çox xoş oldu ki, bizə çoxlu zənglər gəldi, çoxlu müraciətlər gəldi ki, nə yaxşı siz qurama sənətini bərpa edirsiniz. Çünki bizim evdə də məsəl üçün nənədən qalan bir qurama var, hansısa bir qohumdan bir qurama var, hətta bizim muzeyə hədiyyələr olundu. Bu da yəni bizim üçün çox xoş oldu. Niyə görə, yəni mən yenə də bu qurama sənətinin tarixçəsinə qayıtmaq istəyirəm. Niyə görə müəyyən bir boşluq yarandı ümumiyyətlə quramanın inkişafında. Qurama sənəti öz inkişafını hardasa deməli 20-ci əsrin 30-cu, 20-ci illərində çatmışdı. Amma sonra biz tarixdən bilirik ki, 2-ci Dünya müharibəsi baş verdi və insanların həyat tərzi çox dəyişdi. Kişilər neft mədənlərinə getdilər, kimsə müharibəyə getdi və çoxlu qadınlar, onlar artıq yəni o asudə vaxtlarını bir qədər itirdilər və onlar özlərinə hardasa evdən kənarda bir iş tapmaq məcburiyyət qarşısında qaldılar. Və ümumiyyətlə bu sənət bir qədər dediyim kimi, yəni artıq Azərbaycan öz müstəqilliyini yəni bərpa etdikdən sonra yəni müəyyən bir boşluq var. Amma sonra biz bilirik ki, artıq müstəqil Azərbaycanda bizim neçə ənənəvi sənət növləri artıq bütün dünyada məşhurdur. Biz bilirik ki, 2010-cu ildə Azərbaycan xalçası UNESCO-nun mədəni irs siyahısına daxil edildi. 2014-cü ildə Azərbaycan kəlağayısı və məsələ bu qurama mərkəzinin yaradılmasında da ən böyük məqsəd, əsas məqsəd odur ki, qurama sənəti yaşasın. Və bugün qurama sənəti doğrudan da yaşayır. Əlbəttə ki, yəni hər zamanın öz tələbləri var və bugün də hansısa bir evin müasir interyerinə uyğun olan balışlar və digər məsəl üçün məmulatlar, onlar cavab verməlidir. Ona görə bugün də bizim qurama mərkəzində yaradılan bu əşyalar, onları burada görürsünüz ki, çox müasir. Çox gözəl görsənər. Düz deyirsiniz. Hətta mən deyərdim ki, dünyaca məşhur dizaynerlər öz kolleksiyalarında quramadan, yəni patchworkdan çox istifadə edirlər. Yenə də mən deyərdim ki, Günay xanım, yəni hər bir sənət növü bu dərin bir fəlsəfədir. Yəni dediyim kimi, yəni adət-ənənələrimizdə də var ki, qurama həmişə mövcuddur. Məsəl üçün, hansısa bir qızın evinə bir elçi gələndə mütləq o qızın valideynləri o quramanı, qız eləyən, düzəldən quramanı mütləq gərək göstərərdilər bəyin qohumlarına. Bilirsiniz, qurama belə bir sənət növüdür ki, burada qanun, sərhəd heç yoxdur. Deməli, bu sırf qurama ustasının, yəni belə deyək, quramaçının haysiyyəti, onun dünya görünüşü, onun hətta yəni zövqü görünür burada. Fantaziyası. Belə quramalar var ki, onlar məsəl üçün çox, yəni görürsünüz, rəngarəngdir, yəni çox kontrast olan bir rənglərdən ibarətdir. Digər quramalar var ki, onlar daha monoxromdurlar. Bu da ki, məsəl üçün, tünd quramalar adətən belə deyirlər ki, tünd xasiyyətli olan xanımlara məxsusdur. Amma əsasən, yəni bizim xalçalarımız da yəni, həmişə rəng çalarları ilə həmişə seçilir. Bu da ki, ümumiyyətlə, yəni bu iqlimdən asılıdır. Biz bilirik ki, Azərbaycanda hər mövsüm gözəldir və hər mövsüm çox yəni parlaq rəngləri ilə seçilir. Amma görürsünüz, hal-hazırda yəni burada biz monoxrom, yəni göy rənglərdə balışları da görürük. Yenə deyirik, yəni bugünkü tələblərə uyğun, bugünkü interyerə uyğun quramalar düzəldilir. O quramaları düzəltməyi həm də öyrədirlər, təlim keçirlər mi? Əlbəttə ki, ustad dərsləri keçirirlər. Ustad dərsləri keçirirlər. Bəs ardıcıl dərslər, məsələn, kimsə qurama işi ilə məşğul olmaq istəyir. Bu da ki, biz bu yaxınlarda hətta art terapiya dərslərini keçirmək niyyətindədik. Bəli, bütün dünyada, yəni bilirsiniz ki, müəyyən psixiki və digər xəstəliklər var ki, onlar çox asan yolla art terapiya vasitəsilə, yəni
onlardan azad olmaq olar, hansısa bir xəstəliklər və artıq həkimlər də bunu təsdiq edir ki, məhz qurama art terapiyanın çox güclü və gözəl bir üsuludur. Yəni yenə də deyirəm, o əsəbləri sakitləşdirən bir sənətkarlıq növüdür və ümumiyyətlə color terapiya biz bilirik ki, yəni rənglər də adətən bizim əhval-ruhiyyəmizə yəni çox təsir edir. Ona görə burada rənglərdən Elə bil siz öz dünyanızı yaradırsınız, yox Əminə xanım? Məsələn, biz buna balış üzü deyirik, amma elə bil o sənətkar o balış üzündə öz dünyasını yaradıb. Bəli, düz deyirsiniz Günay xanım. Baxın, yəni adətən bizim xalçalarımız da, kəlağaylarımız da çox rəngarəngdir və həmçinin bizim quramalarımız da baxın nə gözəl görünür. Onlar hər bir interyerin məncə çox gözəl bir hissəsi ola bilər. Siz düz buyurdunuz ki, yəni bir geyimdə də quramadan istifadə oluna bilər, evin interyerində. Dediyim kimi, hətta qalada hansısa bir evə bugün siz qonaq getsəz, siz mütləq qurama görəcəksiniz. Adətən yəni divarları qurama ilə bəziyirdilər. Yenə də adət-ənənələrimizə qaydanda deyirlər ki, balaca uşaq, körpə uşaq dünyaya gələndə onun yəni qırxı çıxmamış, onun başının üstündə mütləq quramadan düzəldilən bir balış olmalıdır. Çünki o qorxuları, hansısa negativ enerjini qurama götürür. Amma siz təsəvvür edin ki, bir qurama parçasında nə qədər enerji var. Çünki burada sevgi, məhəbbət, yəni onu düzəldən qurama ustası tərəfindən nə qədər bir pozitiv enerji bağışlayır bu qurama. Hətta klassik interyerdə də qurama balışları, məsəl üçün, məncə çox gözəl görünür. Bəs bunları əldə eləmək olur? Yəni, məsələn, ürəyi istəyən adam bunu satın ala bilər, yoxsa belə bir imkan yoxdur? Çox sağ olun Günay xanım bu suala görə. Biz başa düşürük ki, yenə də yəni marketinq mütləq lazımdır hər bir işdə və biz yeni bir milli brend yaratdıq, qurama.az və mən bugün bizim hörmətli izləyicilərimizə də çox tövsiyə edərdim ki, bu yəni Instagram və digər sosial şəbəkələrdə bizim mövcud olan hesabımıza yəni seyr eləsinlər və izləsinlər bu səhifəni. Dediyim kimi, yaz aylarında, yay aylarında, yəni kimsə bağda yəni vaxtını keçirəndə, yəni bu çox gözəl bir sənət növüdür. Bu müxtəlif parçaların elə bil ki, bir yerə birləşdirməsidir. Yəni biz bunun adını qurama deməsək, müxtəlif parçalar, rəngli parçalar, amma yəqin ki, eyni materialdan olmalıdır. Onlar, baxın, fikir verin, yəni çox vaxtda, yenə də dediyim kimi Günay xanım, burada heç bir, bu çox sərhədsiz bir incəsənət növüdür. Heç bir kanun yoxdur. Burada yəni siz bir-birinə oxşar parçalardan da istifadə edə bilərsiniz və digər bir-birindən çox fərqli olan parçalardan da istifadə edə bilərsiniz. Burada simmetrik naxışlar ola bilər və qeyri-simmetrik naxışlar ola bilər. Amma dediyim kimi, bugün, əlbəttə ki, bugün quramanı ümumiyyətlə düzəlişi çox asandır. Çünki Dövlət Məşğulluq Agentliyi tərəfindən bizim bu qalalı xanımlara çox yüksək səviyyəli avadanlıq verilib və əlbəttə ki, digər vaxtlarda 100 il bundan əvvəl xanımlar yəni iynə sap və əllə bunu tikərdilər. Yəni siz təsəvvür edin, hər bir balaca parçanı bir-birinə tikmək, o da mürəkkəb bir prosesdir. Amma bugün əlbəttə ki, proses daha asanlaşıb və bir söz də, yəni bir maraqlı faktı da bildirmək istəyərdim. Qurama hətta hər bir xanımın sosial statusunun göstəricisidir. Əgər yəni kiminsə quraması daha parlaqdır, daha yəni ölçüsü daha böyükdür, o deməkdir ki, bu xanım daha tez-tez özü üçün paltarlar tikdirirdi və o qalıqlar da əlbəttə ki, daha çox olurdu. Burada ekologiya ilə bağlı bir məqam da var. Biz indi yəni çox danışırıq ki, yəni recycled parçalardan, yəni hansısa bir parça ikinci dəfə istifadə edilə bilər. Geri dönüşümdür bu əslində. Əlbəttə ki, məsəl üçün siz bir paltar tikdirirsiniz, yeri gəlmişkən siz hər zamanki kimi çox gözəl görünürsünüz Günay xanım. Hansısa bir paltar tikdirirsiniz özünüzə və oradan parçalar qalır. Ya da ki, nəinki siz, hansısa bir tikiş cexində parçalar qalanda onları atmırıq. Onları məhz quramada istifadə edirik.
Yenə də dediyim kimi Mən bir quramada məqama da sizə sual vermək istəyirdim. Əslində bizim xanımlar siz də geyimə toxundunuz. Bax bu gün biz də çox belə canlı, siz də canlı geyinmişik. Yəni bizim xanımlar doğrudan da belə rəngli olmağı, öz üzərlərinə diqqəti çəkməyi sevirlər. Xanımlarımız da var və tarixən belə gəlib. Bax quramada da elə bil ki, daha çox mən bilirsiniz nəyə görürəm? Elə bil mən daha məharətliyəm. Elə bil bir məharət yarışı kimi də baxa bilərik biz quramanın əslində düzəldilməsinə o. Siz çox düz buyurdunuz. Yarış, mütləq xanımların arasında yarış olmalıdır ki, kimin quraması daha parlaqdır, kimin quraması daha, yəni parçaları daha incədir, daha nazikdir, bir-birinə uyğundur. Dediyim kimi, yəni hər bir xanım qurama eləyəndə, yəni öz xasiyyətini göstərə bilər bu quramada. Yəni baxın, adətən insan kiminsə daha sakit xasiyyətə malik olan insanlar, onların rəngləri də yəni ona uyğun. Yəni çünki burada seçim var. Parçalar arasında biz seçim edirik və mən çox istəyərdim ki, məsəl üçün hansısa bir dizaynerlər bizimlə işləsinlər. Bəli. Yəni biz açığıq əməkdaşlığa. Yəni burada bizim loqomuzda görünür, qurama.az. Dediyim kimi bu yaxınlarda istəyirik ki, nəinki Azərbaycanda, ümumiyyətlə Respublikamızdan kənarda da bizim qalalı qurama ustalarının əl işləri təqdim edilsin. Əziz dostlar, mən onu deyim ki, bizim hər bir qonağımız üçün müəyyən bir vaxt var, amma Əminə xanımla söhbəti mən başladımsa bitirməyəcəm. Belə bizim bir ənənəmiz var, hətta görüşlərimizdə də belə olur. Ona görə vaxt barədə siz məni xəbərdar edərsiniz. Bizim kameradan arxada çox böyük bir komandamız var. Komanda yəqin ki, vaxt haqda mənə məlumat verər ki, Əminə xanımdan sonra gələcək qonağımızı təqdim eləmək üçün. Amma Əminə xanımla söhbətimizi davam eləmək istəyirəm və mənim bir sualım da var. Hətta mənim ağlıma bax, indi bu quramaya baxanda belə bir şey gəldi. Çox gözəl bəzək əşyaları da hazırlamaq olar quramayla bir yerdə. Bilmirəm, indi oradan görsənir yoxsa yox. Mən bugün taxdığım zinət əşyaları məhz Əminə xanımın təsisçisi olduğu Butalı brendinə məxsusdur. Çox yaraşır sizə. Çox sağ olun, çox sevirəm və inanın ki, elə bir əşyalardır ki, mən Butalıya görə özümə paltar alıram ki, onu bu paltarı Butalı ilə yəni Butalını bu paltardan istifadə eləyə bilim və bu xüsusi zövq verir insan özünə, həm də inamlı olmağı. Bu da bir ideyadır. İdeya verdim, quramadan bəlkə də əşyalar, bəzək əşyalar da düzəltmək olar. Çox gözəl bir ideyadır. Doğrudan da bəlkə qolbaq, ya nəsə qolbaqlar başa bağlamağa. Bəli, dediyim kimi Azərbaycan quraması çox fərqlidir. Baxın, adətən yəni üçbucaq parçalardan tikilir, bir-birinə tikilir. Yəni bu artıq neçə illərdir, neçə əsrlərdir. Artıq qurama bu növdə tikilir, amma yeni stilizasiya olunmuş quramalar da var. Qalada qurama çox populyardır. İnanın ki, biz onu populyarlaşdırırıq və görürəm ki, artıq bizim gənclər də, yəni hamı quramaya çox böyük maraq yetirir. Bu ancaq Bakı kəndlərinə məxsus bir sənət növüdür, yoxsa Azərbaycanın müxtəlif bölgələrində görmək olar? Yunay xanım, demək olar ki, Azərbaycanın bütün bölgələrində tarixən qurama var idi. Amma əsasən qurama mərkəzləri Qarabağda, Gədəbəydə, Gəncə zonasında və əlbəttə ki, Bakıda və onun ətrafında olan hər bir kənddə qurama hər zaman var idi və mən əminəm ki, indi də olacaq. Biz bunun üçün yəni bu layihəni həyata keçirtdik və doğrudan da mənə elə gəlir ki, çox uğurlu bir layihədir. Hal-hazırda biz kitab üzərində işləyirik və bu yaxınlarda yəqin ki, ilin sonuna qurama sənəti haqqında bir kitab işıq üzü görəcək və mən icazənizlə burada izləyicilərimizə də üst tutub söyləmək istəyərdim ki, kimin evində maraqlı, qədim qurama var, yaxşı olardı ki, siz bizə onun foto şəklini təqdim edəsiniz ki, o da kitaba daxil edilsin. Çünki belə quramalar var ki, onlar doğrudan da bugün hansısa bir muzeyin ekspozisiyasına görkəmli yer tutmağa layiqdırlar. Onlar bir sənət əsəridir. Düzdür, qurama var, yəni onlar məişətdə istifadə edilir. Biz onları müəyyən, yəni oturacaqlara qoyuruq və s. Amma belə quramalar var ki, bugün bunlar sənət əsəridir. İçəri şəhərdə də belə bir ev var. Orada Xalidə xanım Nəsirova yaşayır. Yəni Xalidə xanım artıq 35 ildən çoxdur ki, qurama sənəti ilə məşğuldur.
özü kimyaçıdır, yəni alim bir insandır, amma qurama ilə çox yəni məşğuldur. Yəni qurama bizim adət-ənənələrimizin ayrılmaz bir hissəsidir, bizim mədəniyyətimizin bir parçasıdır. Azərbaycan xalqının ruhudur qurama sənəti. Əslində qadınlarımızın həm də məharətidir. İlk qadın festdə mən istəyərdim ki, biz bu haqda danışaq ki, yəni biz bu günləri bir çox məqama toxunacağıq. Başlayanda da mən sizə demişdim, hörmətli tamaşaçılarımıza demişdim ki, hədiyyələrimiz olacaq, bizi izləyin mütləq və maraqlı ustad dərslərimiz var. Müxtəlif digital otaqlardadır bu. Azərbaycanda ilk dəfədir belə bir festival keçirilir, Qadın Fest və biz Qadın Festdə əsas məqsədlərimizdən biri də odur ki, qadınlarımızın, Azərbaycan qadınının bütün məharətini ortaya qoyacaq və mən çox sevinirəm ki, məsələn, Əminə xanımla başladıq bu festivalı və qurama ilə. Qurama həm də ona görə gözəl. Məsələn, mən bacarsaydım, inanın ki, mənim hazırladığım qurama o qədər rəngarəng olacaqdı ki, bilmirəm ki, yəni ora bütün dünyanın rənglərini yəqin ki, salmaq istəyəcəkdim, amma bu bilmirəm, mümkün ola bilər, yoxsa fantaziyam? Əlbəttə ki, Günay xanım, mən elə ona görə çıxışımın əvvəlində dedim ki, hər bir quramanı öyrənmək istəyən insan mütləq Qala Dövlət Etnografiya Qoruğuna gəlsin və bizim muzeydə qurama interaktivində iştirak eləsin. Yəni, inanın ki, çox maraqlı bir vaxt keçirəcəksiniz və öz quramanı özünüzlə aparacaqsınız. Əlbəttə ki, Günay xanım, siz mütləq qalaya gəlməlisiniz, mən sizi dəvət edirəm və orada sizi bizim bu qalalı xanımlar, qurama ustaları bu quramanı öyrədəcəklər. Deməli, bu təkcə mənə özəl bir dəvət deyil. Mənə elə gəlir ki, bütün xanımlarımız, öyrənmək istəyən xanımlar ora gedib öyrənə bilərlər. Amma bu çox da vaxt tələb eləyir. Amma bu işin ən gözəl tərəfi odur ki, Əminə xanım, biz bir sənət növünü yox olmaqdan saxlayırsınız siz. Yəni, bu çox əhəmiyyətli bir işdir. Bu işə görə mən sizə təşəkkür eləyirəm. Həm bir xanım olaraq, həm bir ana olaraq. Çünki bəlkə bizim qızlarımız maraq doğuracaq buna və ümumiyyətlə bir milləti saxlayan, onu həmişə varlığını özünə qaytaran onun sənət əsərləridir və bu da bizim evlərdən gələn sənət əsərləridir, qurama. Mən istəyərdim ki, əgər mümkündürsə prezentasiyanın əvvəlində bizim bir neçə qurama növlərimiz də var idi və o məhsullardan danışaq ki, nələr hazırlana bilər ev üçün. Bax, balış üzləridir, səhv eləmirəmsə, sonra oturacaqlar üçün nələrsə hazırlamaq olar. Yorğan üzü ola bilər. Yorğan üzü ola bilər, bəli, maraqlı yorğan üzləri ola bilər. Süfrə ola bilər, əlbəttə ki. Vau, süfrə quramadan. Bəli, süfrə ola bilər, yorğan üzü. Yəni, interyerdə istifadə edilən hər bir məhsul ola bilər. Hətta onu çox tez-tez divarlardan asırlar, yəni xalça kimi. Xalça kimi. Yəni, yenə də qurama sənətində dediyim kimi heç bir qanun yoxdur, heç bir sərhəd yoxdur. Ona görə siz onu istədiyiniz kimi, burada tam azadlıq var. Ona görə siz onu istədiyiniz kimi istifadə edə bilərsiniz. Və hətta siz burada sizə məxsus olan hansısa bir əşya üçün ya da mebel üçün müəyyən rənglərdə qurama sifariş edə bilərsiniz də. Yəni istədiyiniz kimi, bəli. O həmin siz dediyiniz mərkəzdə. Bəli, qurama mərkəzində siz hətta quramanı öyrənə bilərsiniz. Ümumiyyətlə sizə quramadan bəhs edəcəklər. O dediyim kimi öz quramanızı eləyə bilərsiniz və hətta sifariş elə. Bəli, sifariş eləyə bilərsiniz. Gəlin bu məqama bir də toxunaq. Yəni biz qurama.az-a girib orada sifariş verə bilərik mi? Bu imkanımız var. Bəli. Müəyyən bir vaxtdan sonra siz istədiyiniz kimi, yəni sizə lazım olan ölçüdə, rəng çalarlarında, hətta öz parçalarınızı gətirə bilərsiniz və bizim bu qalalı xanımlarımız, onlar böyük məmnuniyyətlə sizin üçün qurama görürsünüz. Burada məsəl üçün divarlarda istifadə edilir hətta qurama. Yəni baxın orada, yəni arxa planda görünür necə bizim qurama mərkəzində biz quramanı hətta divardan asırıq. Onu müəyyən bir çərçivəyə sala bilərsiniz. Yəni dediyim kimi belə qurama var ki, o bir sənət əsəridir. Və mənə elə gəlir ki, hər bir evin yaraşığı ola bilər bu qurama. Bəli, interyerdə qeyri-adi olacaq. Bəli, biz hətta müxtəlif parçalardan istifadə edirik bu quramada. Çoxlu, bugün biz müasir texnologiyalar erasını yaşayırıq və çox maraqlı və faydalı bir məqamdır ki, bugün hətta internetdə ustad dərsləri var və bizə lazım olan quramanı biz hətta özümüz öyrənə bilərik. Və mənim üçün də əlbəttə ki, yəni sənətşünas kimi, bir muzey işçisi kimi çox vacib məqam odur ki, qurama sənəti yaşayır.
siz də vurğuladınız bunu. Biz demək olar ki, bugün qurama sənətinə ikinci bir həyat veririk və bu da bizim üçün yəni hədsiz bir sevinç mənbəyimizdir. Çox təşəkkür edirəm sizə Əminə xanım. Mən əslində bizim komandaya demişdim. Bir daha xatırlatmaq istəyirəm ki, əslində ekranın arxasında çox böyük bir komanda var və mən uşaqlara da dedim ki, mən Əminə xanımla söhbətə başlasam biz 3 gündə danışa bilərik. Bizə bitmə vaxtını deyin və artıq göstərirlər ki, bizim növbəti qonağımız gəlməlidir. Əminə xanım, sizinlə söhbət həmişə maraqlı idi və bir daha bizim tamaşaçılarımıza mən əminəm ki, bugün bizə ancaq qadınlar yox, qadınlarsız həyatını təsəvvür eləməyən kişilər də baxırlar və qurama.az-a daxil olmaqla həm də xanımlarınız üçün əlavə bir gəlir yeri də qazana bilərsiniz. Bu çox əhəmiyyətlidir indiki. Gözəl bir hədiyyə eləyə bilərsiniz. Hədiyyə eləyə bilərsiniz. Ona görə qurama.az-da həm qadınları, həm də kişiləri gözləyirik, bütün cəmiyyətimizin üzvlərini gözləyirik. Əminə xanım, sizə təşəkkür edirəm. Maraqlı söhbət üçün minnətdaram. Çox sağ olun Günay xanım. Mən də bu festivalın bütün iştirakçılarına uğur diləyirəm və yenə də təşəkkür edirəm ki, bugün məni bu festivalda iştirak etməyə dəvət elədiniz. Minnətdaram sizə. Çox sağ olun. Və hörmətli izləyicilərimiz, növbəti qonağımız gələcək. Amma növbəti qonağı təqdim eləməyəcəm sizə. Nəyə görə? Çünki bir 5 dəqiqəlik aramız var. Aradan sonra isə biz daha maraqlı, daha gözəl və çox bol hədiyyəli növbəti yarım saatlarımıza doğru addımlayacağıq. Əminə xanım, təşəkkür edirəm. Hələlik 5 dəqiqədən sonra görüşərik.